Pul verilməsi üçün hədə qorxu gələrək 80-85 yaşlarının boğazına bıçaq çəkmişdim. Hətta bunu indi danışarkən o fraqment mənim göz önümdə canlanır. Məbləğ olaraq 200-250 min, bəlkə də daha çox uduzmuşam. Yəni 250 min manata yaxın pul uduzmuşam. Qumar oynadığım dövrlərdə ən pik hədlərə çatmışdı qumar oynadığım vaxtlar. Bu vaxtlar ərzində pul verilmirdi mənə, pul məhdudiyyəti qoyulmuşdu evdən mənə. Həmin yaşlı qadının mərhəmət hissi, mərhəmət yalvarışı mənim göz önümdə canlanır. Bundan əlavə mən asıllıq dövründə asıllığım öz sağlam ola məni öz ayaqlarımla ruhi dispanserə, el arasında dəlixana deyirik buna. Dəlixanaya aparıb çıxartmışdı. Öz şəxsi maşınımla hərbçilər aparıb gətirirdim, aylıqçı deyək buna. Onlar əslində mənim marağım var idi. Sadəcə onlar məni tanış elədi bu oyunla və tamahkar idim. Asan yoldan pul qazanmaq istəyirdim və elə tanışlığım qumar asıllığı ilə başladı və bu mənim üçün cəhənnəm oldu. Həyatımın demək olar ki, ilk cəhənnəm addımlarını atmağa başladım. Atamın kartından 3000-3500 manatı bir də həmə götürmüşəm. Yəni bu bizim rasxodlar, ehtiyaclara lazım idi, amma mən onu bir gecənin içində qumara vurub uduzmuşam. Sizə də tövsiyəm olar ki, qumardan uzaq durasınız. Əsas da mərc oyunlarından. Borc alıb borc qaytarırdım. Elə olurdu ki, mən ümumiyyətlə elədiyim borcları özüm qaytarmamışam. Hamısı ailəmin üzərinə yüklənib. Əsas da atamla qardaşım elə eləmişdim ki, mən yəni bu asıllıq dövründə o qədər borc almışdım ki, tanıdım, tanımadım. Adi yolda gedirdim, tanımadığım bir adamdan bu asıllıq məni aparıb borc almağa məcburiyyət verirdi və bunlar hamısı atamın və qardaşımın başını aşağı eləyəcək vəziyyətlər idi. Atam və qardaşım şəhərə çıxa bilmirdilər mənim ucbatımdan.